Fikir verirsə, fərqli ölkələr yenə də həyəcanlandırmağa başlayıblar. Ölkə vətəndaşlarını, hansı ki İrandadılar, onlara tövsiyə edirlər ki, tez bir zamanda İranı tərk eləsinlər, sonra gec ola bilər. Maraqlıdır, birdən-birə yenidən belə bir təşviş, belə bir xof yarandı bütün dünyada. Hazırki prosesləri İranla Amerika arasında necə dəyərləndirmək mümkündür? Bu cür qarşılıqlı ritorika davam edəcək, yoxsa nəhayət ki, tərəflərdən birinin hücumunun şahidi olacaq? Təşəkkür edirəm. Əvvəlcə ondan başlayaq ki, İran və Amerika Birləşmiş Ştatları arasında olan gərginlik faktiki olaraq geosiyasi dalandır. Bu, diplomatiyanı aparılan danışıqları bir mənalı şəkildə barıt kəllə üzərində həyata keçirilən danışıqlar saymaq olar. Üstəlik, danışıqların metodu da, bilirsiniz, birbaşa danışıqlar və indirekt danışıqlar davam edir. Bir sıra hallarda, məsələn, İsveçrədə də, Omanda da İranlı və Amerika Birləşmiş Ştatlarından olan diplomatlar eyni binada olsalar da, hətta birbaşa ünsiyyətə də girmirlər. Oman və İsveçrənin diplomatları vasitəsilə bir çox hallarda həmin əlaqəni saxlayırlar. Yəni, görünən odur ki, əslində danışıqların, proseslərin gedişatında tərəflər o qədər də səmimi deyil. Digər tərəfdən baş verən proseslərin gedişatı nəyi göstərir? Siz də qeyd etdiniz, siz ümumi təyərlərdən burada qeyd olundu. Amma faktiki olaraq bugün rəsmi məlumatlara görə İran ətrafında Amerika Birləşmiş Ştatlarının ən müasir 50-dən artıq təyyarəsi var. Söhbət F-35-lərdən, F-22-lərdən gedir. Həmçinin artıq bilirsiniz, Səudiyyə Ərəbistan üzərindən o məşhur AVAX hava radarı, uçan radarlar artıq belə deyək, fəaliyyət başındadır. Digər tərəfdən artıq ikinci aviadaşıyıcı İran ətrafındadır. İran isə geri çəkilmək istəmir, həmçinin İranda Hörmüz boğazında təlimlər keçirir və ballistik raketlərlə bağlı hər hansı formada danışıqları mümkünsüz sayır. Digər tərəfdən, bilirsiniz, hədəflər də fərqlidir, çox qəribə şəkildə. İstəklər də fərqlidir. İran nüvə danışıqları apara biləcəyini bəyan edir, o da nüvə silahından əl çəkəcəyini bəyan etməmək şərti ilə. Yəni, proseslər o qədər qarışıq mərhələdədir ki, əslində dövlətlərin öz vətəndaşlarına çağırışları etməsi heç bir formada qınanıla bilmir. Yəni, proseslərin sabahki gedişatı nə olacaq, bunu proqnozlaşdırmaq çox çətindir. Amerika Birləşmiş Ştatları ilə İran arasında olan problemlərin kökü, eyni zamanda baxış fərqləri əslində o qeyd etdiyimiz barış kəlləyinin hər an partlaya biləcəyi ilə bağlı proqnozlar irəli sürmək üçün kifayət qədər əsaslar verir. Bu arada biz Amerika Birləşmiş Ştatlarının planları ilə bağlı da dünyanın nüfuzlu media qurumları var. Onların mənbələrinə istinadən müəyyən məlumatları eşidirik. Məsələn, deyir, Trumpın planlarından biri odur ki, ayrı-ayrı şəxslərin məhv edilməsi reallaşmalıdır. Məsələn, onların arasında Xameyni də var, sonra Xameyninin oğlu da var və digər üzdə olan şəxslər də var. Belə bir hərəkət Birləşmiş Ştatlar üçün risk hesab edilə bilərmi? Əslində bilirsiniz ki, bu xəbərlər qarşılıqlı yayılır və əslində iri güclərin Xarici İşlər Nazirliklərindən, Müdafiə Nazirliklərindən, aidiyyatı təhlükəsizlik qurumlarından sızmalar heç vaxt sızma hesab oluna bilməz. Bu, ictimai rəyin yoxlanması və qarşı tərəf üzərində blef xarakterli məlumatların məqsədli ötürülməsi və sızdırılmasıdır. Bu mənada Amerika Birləşmiş Ştatlarında Dövlət Departamentinə, o cümlədən Ağ Evə yaxın mətbuat orqanları, müxtəlif hökumətə yaxınlığı ilə bilinən vətəndaş cəmiyyətinin institutlarına bağlı informasiya agentliklərinin, saytlarının bununla bağlı, yəni İranın ali liderinə sui-qəsd edilməsi, onun oğluna sui-qəsd edilməsi və digər bir neçə nəfərin adı çəkilir. Bununla bağlı məlumatlar təsadüf hesab edilə bilməz. Amma eyni zamanda bilirsiniz ki, İrana bağlı, İran hökumətinə, xüsusən İran İslam İnqilab keşişçilərinə bağlı mətbuat orqanları da və İranın müttəfiqlərinə aid mətbuat orqanlarında da eyni sui-qəsd ssenarisini Amerika Birləşmiş Ştatlarının rəhbərliyinə qarşı olacağı ilə bağlı belə deyək, qarşılıqlı təhdidlər var. Düzdür, hökumətlər səviyyəsində bu bəyan olunmur, amma hökumətlər bunu güya dırnaq arası azad medianın dili ilə bir-birinə ötürür. Amma məsələ ondan ibarətdir ki, necə ki Amerika Birləşmiş Ştatlarında bir sistem işləyir, yəni Amerika Birləşmiş Ştatlarında dövlət hakimiyyəti artıq o səviyyəyə gəlib çatıb ki, şəxslər yox, konkret olaraq sistemin işləməsi prosesin davamlılığını təmin edir. İranda da bütövlükdə ali dini liderin əlbəttə dövlət idarəçiliyində rolu həll edicidir. Amma nəzərə alaq ki, burada eyni zamanda oturuşmuş başqa bir sistem var. Baxmayaraq ki, çox uzun bir dövr deyil 79-cu ildən etibarən, amma o sistem elə qurulub ki, eyni zamanda sepah sistemi elə formalaşdırıb ki, bu sistemi özü Amerika Birləşmiş Ştatları həmin sistemi hansısa formada dağıtmayana qədər ayrı-ayrı şəxslərin aradan götürülməsi Amerika Birləşmiş Ştatları və İran arasında münasibətlərin
o təməlində dayanan ziddiyyətləri aradan qaldırmayacaq. Yəni deməli, hansısa fiqurlar aradan götürülsə belə, yenə də bir sistem var ki, o işləməyə davam edəcək. Yalnız və yalnız Amerika Birləşmiş Ştatları özünə uyğun hakimiyyətin bütövlükdə idarəçilikdə olmayana qədər bu proseslər, bu ziddiyyətlər aradan qalxmayacaq və İranın da asanlıqla tabe ola biləcəyi məncə proqnozlaşdırılmamalıdır. Maraqlıdır, İranın Xarici İşlər Naziri Abbas Əraqçının bir açıqlaması var. İndi ona diqqət yetirəcəyik. Hansı ki, İranın razılaşma üçün təklif etdiyi mətn yaxın 2-3 gün ərzində hazır olacaq. Belə bir açıqlamadan söhbət gedir. İzləyək, davam edib müzakirə apararıq. İran xalqı ilə hörmətlə danışsaz, biz də eyni şəkildə cavab verəcəyik. Bizimlə güc dilində danışsaz, yenə eyni şəkildə cavab verəcəyik. İranlılar özlərini qürurlu xalq kimi sübut ediblər. Biz yalnız bizə hörmət göstərildikdə cavab veririk. Bizimlə belə danışa nəticə əldə edə bilərsiniz. Maraqlı bir açıqlamadır. Əslində belə qeyri-adi bir şey deyil əslində. Davamlı olaraq həm Araqçı, həm Pezeşkiyan, həm Xameneyinin dilindən bu tipdə fikirləri biz tez-tez eşidirik. Əslində həm də Amerika Birləşmiş Ştatları birbaşa İranın siyasi liderləri ilə bağlı açıqlamalar verir, danışır və mövqelər sərgiləyir. Sanki bəzən xalqı işin içində alət edirlərmiş kimi gəlir bizə. Yaxşı, konkret olaraq mətndən danışası olsaq, İranın razılaşma üçün təklif etdiyi mətnin əsas qayəsinin nədən ibarət olduğunu düşünə bilərik. Əslində bununla bağlı çərçivə xətləri müəyyən etmək çətin məsələ deyil. Ortada problem nədir? Problem İranın ballistik deməli raket ehtiyatlarının, sistemlərinin inkişafı, bu istiqamətdə araşdırmalar və sınaqların keçirilməsi ilə bağlı Birləşmiş Ştatların narahatlığıdır bu bir. Çünki bilirsiniz, İran-İsrail müharibəsində, o qısa müharibədə İran ciddi şəkildə həmin gücdən istifadə etdi və effektiv şəkildə istifadə etdi. Digər tərəfdən təbii ki, ənənəvi İranın nüvə mövzusudur. Hansı ki, Amerika Birləşmiş Ştatları da bu tələbində qətidir. İranın ümumiyyətlə nüvə zənginləşdirməsi ilə bağlı hər hansı formada imkanlarını yox sayır. İranın yalnız və yalnız beynəlxalq təsisatların nəzarəti altında dinc məqsədlərlə nüvə enerjisindən istifadə edə biləcəyi imkanlarını müzakirə etmək istəyir. İran isə qeyd olunan birinci aspekti, yəni ballistik raket məsələlərində hər hansı formada danışıqlara getmək niyyətində deyil. Digər tərəfdə isə nüvə məsələsində isə özünün suveren haqlarını qorumaqla, yəni nüvə silahı istehsal edə bilmək imkanlarını özündə saxlamaqla bu istiqamətdə müzakirələrə başlaya biləcəyini deyir. Yəni, belə bir məqamda hansısa ciddi sənədin ortaya qoyulması və yaxud da ki, hansısa proseslərin gedişatını dəyişəcək sənədin ortaya qoyulması bu biraz ağlabatan görünmür. Amma digər tərəfdən də bir məsələni biz nəzərə almalıyıq. Hazırda İran dövlət administrasiyasını, yəni prezident Pezeşkiyan və onun komandasını bir mənalı şəkildə alqışlamaq lazımdır bu prosesləri yürütdüyünə görə. Çünki əgər İranın mühafizəkar kəsiminə qalsaydı, İran çoxdan vurulmuşdu və yaxud hər hansı formada müharibənin içində idi. Bugün danışıqları da, eyni zamanda proseslərin uzanmasını da İrana vaxt qazandıran da məhz Pezeşkiyanın və Pezeşkiyan komandasıdır. Çünki onlar vəziyyəti real dəyərləndirir, eyni zamanda islahatçı baxışa malikdirlər, dünyaya daha aydın baxa bilirlər və müharibənin İran xalqına hansısa fayda gətirə bilməyəcəyini çox aydın görürlər və bilirsiniz, miflərə, qədim köklərə və s. dövlətçilik tarixinə bu şeylərlə fəxr etmək olar, amma reallıqları da qiymətləndirmək lazımdır. Hətta İran qalib gələcəyi təqdirdə belə çoxsaylı itkilər, çox milyonlu itkilər ortada olacaqsa, bu İran üçün pir qələbəsi ola bilər. Söhbət əgər hətta ən yaxşı halda qələbədən gedə bilərsə. Belə bir məqamda əlbəttə ki, Pezeşkiyan doğru yol tutub və necə ki, xatırlayırsınız, Azərbaycanla münasibətlərin tənzimləməsində adekvat davrandı, bizim niyyətlərimizə, eləcə də digər qonşu ölkələrə münasibətdə. O cümlədən də indiki halda danışıqları da onlar davam etdirir. Burada başqa bir məqama da diqqət etmək lazımdır. Əslində mən düşünürəm ki, məsələ 2 günə açıqlanacaq sənəd deyil. İranda hər saat İran üçün çox önəmlidir. Çünki İran artıq yayılan xəbərlərə görə özünün nüvə obyektlərini, araşdırmalarını yerin daha dərin tərkinə aparılması istiqamətində işlər gedir. Hər ötən gün İran üçün, belə deyək, vaxt qazanması, güc və imkanlarını artırması baxımından vacibdir. Bu mənada mən hesab edirəm ki, indiki ritorika daha çox hər iki tərəfə vaxt qazanmaq üçün
bu və digər formada lazımdır. Onda belə çıxır ki, Amerika ilə İran arasındakı müharibə realdır və məsələn, keçən dəfə Ramazan ayı misal gətirilmişdi. Dedilər, müsəlmanlar üçün önəmli bir aydır. Bu ayın bitməsini gözləyir Amerika Birləşmiş Ştatları. Belə bir iddia da var idi. Bilmirəm nə dərəcədə doğrudur və Amerika Birləşmiş Ştatları bunu düşünə bilərmi müharibə ilə bağlı? Əslində, əgər Amerika Birləşmiş Ştatlarının hücum planları tam realdırsa, yəni hücumdan sonra hətta hesab edək ki, proqnoz verək ki, tutaq ki, İranda sistemi dəyişdikdən sonra belə bu bölgədə möhkəmlənmək istəyirsə, təbii ki, hansısa formada yerli əhali arasında hansısa nüfuza malik addımlar atılmalıdır və bu mənada qeyd etdiyiniz amil nəzərə ala bilər. Amma indiki halda bu barədə danışmaq doğrudan çətindir. Ona görə ki, hazırki gərginlik tonu, Amerika Birləşmiş Ştatlarının prezidentinin verdiyi müddət əslində Ramazan daxilində də bitir, 10-15 günlük müddətdir. Bu mənada çox təəssüflər olsun ki, proqnozları yaxşı istiqamətə vermək, yəni döyüşsüz, itkisiz keçəcəyi ilə bağlı proqnozlar vermək çox çətindir. Amma istənilən halda biz qonşu dövlət olaraq İrana sabitlik, sülh arzulayırıq. Qonşumuzda heç bir dövlətin müharibə şəraitində yaşamasını arzulamırıq ki, biz də bu gərginlikdən hansısa formada iqtisadi, siyasi təsirlənməyək. Bəhruz bəy, İranın tərəfdaşları barədə biraz söhbət açaq. Çünki bayaq qonağımızla da biz danışdıq. Müəyyən tədbirlər Çin tərəfindən də görülür. Məsələn, Oman körfəzinə kəşfiyyat gəmiləri, təyyarələri və digər vasitələrin gəlməsi ilə bağlı xəbərlərin tez-tez alındığının şahidi oluruq. Məsələn, Çin bu məsələdə maraqlıdır. Mən bayaq qonağımızla danışanda dedi, heç bir halda bu müharibənin içində ola bilməz Çin, Amerika Birləşmiş Ştatlarına qarşı. Amma yanaşmalar fərqlidir, düşüncələr fərqlidir. Sizin fikriniz nədən ibarətdir Çinlə bağlı xüsusən də? Çin dünyanın doğrudan yüksələn gücüdür. Bir sıra iqtisadi aspektlərdən Avropa İttifaqını da, Yaponiyanı da, Amerika Birləşmiş Ştatlarını da qabaqlaya bilər iqtisadi potensial baxımından hətta. Amma Çinin özünün sərhədləri xaricində hansısa qalibiyyətli müharibə aparma təcrübəsi yoxdur. Bu demək deyil ki, sərhədlərindən kənarda o qalibiyyət xarakterli müharibə apara bilməz. Amma istənilən halda Çin məncə mövcud vəziyyətdə özünü sınaq dovşanı kimi aparmayacaq və hesab etmirəm ki, Çin bu müharibənin birbaşa içində olsun. Amma hər bir halda müttəfiqdir və müttəfiqinə hansısa formada yardımların, texniki dəstəyin, hərbi dəstəyin verilməsi mümkündür. Amma Çini birbaşa müharibənin bir hissəsi saymaq, gələcəkdə bununla bağlı hansısa formada qiymətləndirib aparmaq doğru deyil. O cümlədən də İranın digər müttəfiqləri Rusiyadır. Özünün başı kifayət qədər müharibəyə qarışıqdır, ciddi itkiləri var. Bölgədə, Cənubi Qafqazda, İranla qonşu digər ərazilərdə, Orta Asiyada nüfuzunu ciddi şəkildə özünün mövcud siyasəti nəticəsində itirib xeyli sayda. Bu, Rusiyanın zəifləməsi ilə bağlı deyil. Bu, Rusiyanın indiki aqressiv dövründə qonşu dövlətlərinə münasibətdə ritorikasını uğursuz seçməsi ilə bağlıdır. Azərbaycanla belə, Ermənistanla belə, Orta Asiya ilə belə. Çünki baxın, Orta Asiyadakı bütün miqrantları qovdular və nəticə etibarilə Hindistanlıları gətiriblər. O da əhali ilə normal, ənənəvi Orta Asiya, keçmiş SSR-i Sovet məkanı dövlətləri ilə dil tapdıqları kimi, çünki hindlilərlə dil tapa bilmirlər. Bunlar problemlərə yol açır. Yəni, Rusiya özü problemlər içindədir. Eyni zamanda Şimali Koreya, təbii ki, Şimali Koreyanın hər hansı formada münaqişədə olacağı ağlabatan deyil. Venezuelada vəziyyət bəllidir. Yəni, İran indiki halda kifayət qədər təklənmiş vəziyyətdədir və düzdür, biz İranı zəif dövlət hesab etməməliyik, amma reallıqları da doğru qiymətləndirmək lazımdır. Və son olaraq, məsələn, Çinin hər hansısa bir dəstəyi, birbaşa müharibədə iştirak etməsi də hərbi texniki dəstəyindən söhbət gedir. Amerika Birləşmiş Ştatlarını Çinə qarşı əlavə tədbirlər görməyə məcbur edə bilərmi? Yoxsa elə qoy işlərində olsunlar, biz də öz planlarımızı icra edək yanaşması ilə davam edəcəklər? Əslində, bu məsələdə bəlkə də gizli hansısa kompromisə gedilməsi mümkün olacaq. Yəni, əgər Çinin köməyi regionda qüvvələr balansını köklü dəyişməyəcəksə, Amerika Birləşmiş Ştatlarını ciddi itkilərə məruz qoymayacaqsa, məncə bu məsələdə dövlətlər, iri güclər, yəni Çin və Amerika Birləşmiş Ştatları sadəcə bir-birini ötüşdürəcəklər, səbrlə yanaşacaqlar. Mən bununla bağlı çox ciddi hərbi qarşıdurma, hansısa gərginlik gözləmirəm, amma iqtisadi sistemdə hansısa formada qarşılıqlı sanksiyalar, addımlar, vergi, güzəştlər və s. bu istiqamətdə addımların atılması mümkündür.